Rəhimli Azər, 5 ildir Araz Marketdə işləyirəm. Hal-hazırda administrator işləyirəm. İlk işim su şöbəsində başlamışam çalışmağa. 2 il su şöbəsində işləmişəm. 9 ay qastronom şöbəsində işləmişəm. Sonra başsatçı keçdim. 9 ay başsatçı işlədim. Hal-hazırda administrator vəzifəsində çalışıram. Mən yaxşı işləsəm şirkət məni qabağa çəkəcək 100%. Yəni mən onu yenə də deyirəm, özümdə gördüm. Sadəcə əziyyət çəkmək lazımdır. Bizə əziyyət çəkmək lazımdır. Yəni işində səhlənkarlıq eləmək lazım deyil, məsuliyyətli olmaq lazımdır. Vəzifə və öhdəliklərin öhdəsindən gəlmək lazımdır. Arazda yəni komanda ruhu çox gözəldir. İşçilər hamısı ilə bir-bir mehribandırlar, müştərilərlə mehriban davranırlar. İşə gələndə işçinin üzündə, gözündə görsən ki, işə gülər üzlə gəlir, motivasiya ilə gəlir. Burada daha necə deyim, özgüvənlik yarandı Araz şəbəkəsində məndə. İnan ki, mən istirahətdə 2 gün dalbadal istirahətdə qalanda öz evdə ürəyim sıxılır. Araz Market mənim üçün bir ailə. Araz Market mənim üçün hal-hazırda demək olar ki, hər şeydir. Yəni mən Araz Marketdə özüm belə deyim, tapmışam, özümü toparlamışam. Həyata baxışım başqa cür olub. Gələcəkdə Araz Market maşallah dayanmadan inkişaf eləyir. Gələcəkdə yəqin ki, bunların ardı gələcək inşallah. Özümüz də o şirkətdə belə deyim, rəhbər şəxslərdən biri olacağıq.